Hammaga assalomu alaykum azizlar, hurmatli kanallarimiz kuzatuvchilari azizlar. Videoni o'tirming ko'ringlar. Endi to'g'ridir, avval bu xonadonimizda avval raqam sotuvga chiqqan videolarni ko'rgan bo'lishlaringiz mumkin, lekin bahosi o'zgardi azizlar. Dimzo'r baho o'zgardi. Bemalol sotib olishlaringiz mumkin bo'ladi. Qo'limizdan kelganicha doskональный hamma narsasini tushuntirib beramiz. Местоположениялari, uyni qurilgan narsalari, necha metr kvadratda joylashgan, necha so'm, necha variantlarda olsa bo'ladi. Her bir detallarını kolumdan gelişe tushuntirib berishga harakat qilaman. Videomiz boshlanadigan like, kommentariy, abone bo'lib qo'yishlaringizni so'raymiz. Chunki kengroq tarqalsin, görmeyen insanlar görse içinde satıp oladi odam chiqishi mumkin. Keyin azizlar o'zlarimiz xizmatlarimizni taklif etib o'tamiz. Agarda sizlar ham o'ylaysiz satacak bo'lsangiz biz orqali tezroq, osonroq sotishingiz mumkin bo'ladi. Chunki hozirgi kunda Instagram tarmog'ida 7 kanalimiz, YouTube tarmog'ida 6 kanalimiz bor. 280 mingdan ko'p obunachimiz bor. Yani aytganimdek tezroq satışlarınız mümkün oladi. Batafsil ma'lumot uchun ekranda administratorimiz telefon nomerlari ko'rsatilgan, telefonlashib reklama xizmatlari haqida ma'lumot olishlaringiz mumkin oladi. Hozir bu xonadonimizning manzilini, defasini, ya'ni ayvonchasini chiqib, qo'limdan kelgancha tushuntirib berib, keyin video obzorimizni davom ettiramiz. Azizlar, manzilni tushuntirib o'tamiz. Manzilimiz Urganch shahar elektroseti to'g'risida domlani orqasida. Ya'ni, baring boshqa lokatsiyalarni ham orientirlarni aytib o'tamiz. Avesto mecmuası bunday yanımızda. Onda gipermarket. Yan tarafa geçsek Meşelli Köprü. Yan tarafa gitede olsak bunda Calaluddin Mengiberdi babamızın yangi mecmuasını yani. Acayip joyda joylashgan Shavot kanalini bo'yi izlar. Ne oldu bir solun bir joy acayip hazzat deb dam olib aylanib yuradigan joylar. Meni joylardan uy tanapanada sotuvga chiqmaydi. Tavsiye qilamiz. Bozor ismi bir adım. Gipermarket ismi bir adım. Shavot kanali bo'yi yozda izzat foydalanib yuradigan joylar. Shahrimizning любой bir yerine удобный joyda joylashgan xonadonimiz. Endi hozir video obzorimizni davom qilamiz. Izlar, местоположениесі bilan danışib oldik. Eldilari. Yurtturanlar izli. Zilon zonu uchun mestolar qoldirilgan. Meyveli daraxtlar, erçe daraxtları ekilib tayyor holatında turibdi. Ayakımız teleri burchakchalar aytilgan, chiroyli etib hamma kombinatsiya etib ishlangan. Bir emas ikki joyda zilonuz mestosi bor. Yurtturanlaringizning geshda siysinliklar, ajoyib siysinliklar o'rnatilgan geshda shu bu yorug'lik berib turish uchun. Xonadonimizni metr kvadratda 600 metr kvadratda joylashgan. Yurtturanlaringizning pishgan karushdan qurilgan, plitalar bilan bostirilgan, fasad qismlari traversillar aytilgan. Aynalar plastik ramlarından, ondan tashqari plus ajoyib ayvonchasi bor. Terrasa desak ham bo'ladi. Endi kichkina emas, katta. Bog' taraf qismlari ham uyni o'zim reklamasida ko'rib o'tganlaringizdek 100% tayyor holatida. Yurtturanlaringizning sokol qismlari mramorlardan ishlangan, chiroyli etib qop-qora mramorlardan. Devorlarning bu chetlarini ham shunday dekorativniy bir chiroyli tuzatilgan. Eshiklarini e'tibor etasizlar. Zamonaviy stilda eshiklar, eshikni defalar ham naveslatilgan, ikkinchi chetda siychinliklarini acha qo'yilgan. Bu joyimizda hamma biladi, suv, svet, gaz degan narsalardan umuman muammo bo'lmaydi. Bog'cha, maktab yerlari yoningizda. Uzoqdan berib o'tirmaysiz bolalaringizni, yana ham lokatsiyasini e'tibor etasizlar. Har taraflama udobniy joyda joylashgan. Shunday o'y qidirib yurgan vatandoshlarimiz bo'lsa, taklif etamiz, kelinglar egalari bilan gaplashib, kelishib sotib olishlaringiz mumkin bo'ladi. Sizlar videoni o'tirmang, dalish ko'rsangizlar, qo'limizdan kelgancha shu xonadonimizni egasini telefon nomerlarini ekranlarda yozib qoldiramiz, bemalol telefonlashib kelaverasiz. Acha keling xonadonimizga kirib boraveramiz. Kanalizatsiyalar sizlar eldilarına chiqarilgani evda. Bemalol mashin qo'yaman desangiz, xalaqanizcha mashin sig'adi. Keling, bu qismida men ertangi bir kun topchan qo'yib o'tiraman desangiz ham tapchan qo'yishlaringiz mumkin. Undan tashqari ограждение etib olaman desangizlar, misol yana ben tarafim ограждение topdi. Sizlar ham o'rab olib qo'yishlaringiz mumkin bo'ladi o'zlaringizni hududlaringizda. Bunda yana geshda yorug'lik berib turadi, siychinliklarimiz ham ajoyib. O'sha zamonaviy ko'rinishda esib qo'yilgan. Ko'cha qismi shunday ko'rinishda. Sizlar xonadonimizni ko'rib turganlaringizning ajoyib burchakkalar ham top-toza xonadonimiz. Hech kim yashamagan hali. Görüp duranlarız. Ese gelin girip boraveramiz. Uy alacaksınız, lekin eldinden tölemekçe pullarınız yok. Bu ne tip uy alıp bolamayken de boylanıp otursa
Əlbəttə boladı. Biz yəni quruluş kompaniyada hazırki gündə 300-dən çox xanadallarımız var. 1 xanalı, 2 xanalı, 3 xanalı kvartiralarımız mövcud. Halasanızla 2 ilə bölüb törərə, halasanızla naxtalamanda sizdə hüccətləri təyar. Halasanızda subsidiya, ipoteka, birləmçi kredit, həmmə nərsəyə doğulub bərəm. Kurulub durğan xanadallarımız necə? Ürgənç şəhərimizdə aeroportun yanında, yəni Əl-Harazmi City'də baytaladayız. Yəni dom kurulup durğan yeri yolun üstündə Qayıb Ata məscidinin yanındayız. Hazırki gündə 9 etajlı, 12 etajlı domlarımızı kurub başladıq. Təklif qılamız əldindən tölövsüz həm satıb alışlarınız mümkün boladı. Yan ətrafında nə okulaylıqlar var? Əzizlə, detski plaşatkaları hər domun arasında 4 danadan. Ondan təşqarı məktəbləri, bağçaları, özünün xüsusi klinikələri, yanında institutlar, həmmə şərait bayız. Kanallarımızda caylaşkan cayı görüp durğanlar enji bina 9 qavatlı boladı. Mənzili orientiri Qayıb Ata məscidinin yanında yolun üstündə ikinci binalarımız 12 etajlı xanadanımız Sələrraqda kurulub tutdu. İkisi hem yolun üstündə. Acayip yolun üstündə izlə həm o həm satı açıq fiyatlıdır. Metr kvadratlarım arzan narxda. Ondan təşqarı 20 yıllık kredit əsasından satıb alışlarınız mümkün hüccətlərində qaraşamız. Və təfsil məlumat üçün 88'lik 510 11 12 rakamlarına və 99'lık 449 51 51 rakamlarına müracaat qıla verəsiniz. Bismillahirrahmanirrahim. Köçədən girgənimizdə izlə prihojiyem gen, prostorный, adam kıslık mıydı? Ayağımız teyine, dekorativni, çünkü görünüşte, acayip laminatlarda ornatılgan. Girgənimizdən bizə rakovinamız kütüqaladı. Rakovinanın özünə etibar edəsilə, neobычный dizaynda ayətəlgən. Arkaları çıraylı kafelerden çıkarıp aynalarını etibar edəsilə. Sosvetodiyodum, geçdə yarıqlıq bərk turadı, gör turalayızın çıraylı edib kombinasiya etmiş şeyinə. Ondan çıxarıb köçədən girgənimizdən ucu prihoji mebellərimiz plus şkafım ucu təyar halatında, prihoji mebellərinizdən təyar halatında gör turalayızın. Yanında şkaflara ucu 100% təyar halatındayız. Razdejnoy eşikli. Həmən siz təyar girib doğru yaşayışlarınız mümkün oladı. Ondan təşqarı divallarımız Ataçenta əzizli özü vurulğan. Ataçentadan faydalanılğan arzan nərsəməz, biləsilə azı bərabər moda girgən nərsə. Patolog qismlarımız 4 cayda həddini qalagen, plus ortada özünə xas dizaynda görünüşlü lüstralar ornatılır. Sizlə bilən hazır köçədən girərişimiz, yəni prihojiyimiz bilən danışıb aldıq. İndi isə xanadanımızın dalan qismi bilən danışıb etdik. Əzizlə, xanadanımızın dalan qismına girib gəldik. Eşiklərinə etibar edəsilə, beləndlik, öyümüzdən beləndlik idim, belənd qurulğan. Vəbşə zor. Eşə sizinə gəb tapıb eşiklərinə etibar edəsilə. Eşiklərin özü mənimcə bir 20 milyon bolsa gəl. Bəlkə 10'dur, 15'dir. Beləndlikinə etibar edinlə. Zamanəvi görünüşdə, çıraylı, молочный svetdə, yəni şu kombinasiya etmiş şengen, ayağımız telərəm, laminat kollu etilgən, divallarımız Ataçentaların özü vurulğan. Yan tərəfimizdə pərdələri cayında qıstırılğan, ucu təyar halatında. Televizorunuz ona, öyümüzdə 75'lik mi 86'lık mı bilinmənlikçəlik olsam, çırayla, televizorla, yəni smart, ucu təyar halatında ornatılıb tutdu. Görüb durğanlarınızda televizorunuz onun özü bir əlaqada temanizlə, çırayla etib zötülgən. Ondan təşqarı yanında svitinlikləri, geçdə bərabər öyümüzün görünüşünə özgəçə bir çıraylılıq bərib duradı, özgəçə bir çıraylılıq bərib duradı. Dalanımızdan kiçikin əməsə izlə, 600 metr kvadratda yerləşən şəhərinin mərkəzində zor cayladan biri. Yenə, izlə indəmin bir 6 metr var, uzunasına 8 metr. 6'a 8 metrdə yerləşən dalanımız. Ondan təşqarı ikinci etajlarımız. Hər etajda əddinli sanuzullar. Bax tərəfdən sanuzullar. Plus toplu polla ətilgən. Dajı gərək olsa, bax tərəfdə sanuzulun özünəm toplu polla ətilgən. İzlə. Divallarımız gör duranlar izləyir. Ramkə alınğan. Altın svetində görünüşlü detallarla ornatılğan. Ataçenta ətilgən. İzlə. Patolog qismimiz özgəçə stildə işlənən. Gör duranlar izləyir. Dəvərəkləri gipsakardonla figura verilip çırayla etib həmmə də qalageninəcə qoyulğan, plus svetodiodları qoyulğan. Ondan təşqarı ortasında çıraylı lustra. Ondan da gözəl olub durğan nərsəz natijnoy patologumuz, kara svetli natijnoy patologla, plus
katta chiroyli lyustralar asılgan. Bizdə sizlərə yenə bir özlərimiz xidmətlərimiz təklif edib ötəmiz. Əgər də sizlərə uyingiz üçün chiroyli natijli patolog etib qoyman desizdə, hazırki gündə bizə də nəsə ustanovkası bilan 75.000 so'm natijli patologumuz, yani güllük yılları, nakışlıq yılları. Yox, üçün adnotoniya təmən desizdə 40.000 so'mdan başlanası ustanovkası bilan birgə. Və təfsil məlumat üçün natijli patolog təmən desizdə 95'lik 445 1000 telefondan ellərində bemalol müraciət etişiniz mümkün olar. Bununla ötüb gəlsək, yanımızda zalı, ondan bax tərəfinə çıxıb keçmək mümkün. Yan tərəfimizi ölsək, gəlin düşündürüb ötəli, yana ötüb durarız. Yanında göstərdik zal kısmı. Yanında köçədən girib gələn cayımız, yəni prixoj tərəfimiz. Yanımızda kuxnyası, yəni Taşkentski stildə, çünki Taşkentli xanadallarına girsəniz, girgənizdə ya on kolunuzda, ya çap kolunuzda kuxnya qılınladı. Şu səbəblə indi bunlar şu Taşkentski stildə zötülgən, yenə kuxnyadan taşqarı, yəni ovqat pişirədən cayından taşqarı etdiyini əlaqada oturub, ovqatlanış üçün katta gen cayı qalğan. Ola haqqından bətəfsil kolumuzdan gəncə çündürüb verədəmiz. Bir yan tərəfimiz ölsək, yunuşxanası əddiğini, hacatxanası əddiğini bax tərəfə çıxıb getəmiz. Keyin bir də bir yan ölsək 10 kolumuzda, kəttələrimizdə birinci etajdayız spalniyası, içində sanuzulum. Dəpədəm əddiğini xanaları var. Hazır kolumuzdan gəncə göstərib verib ötəmiz. Bunu eşlərə etibar edəsdə, ruçkələrinə etibar edin. Kilitləri necə? Altın svetdə. Kim havas qılsa, şu Rozay Ramazan ayında kim ki niyət etsə, könlünü paklab, Allah Taala'nın özü hər bir insanı etken niyetlərini yetirgi. Amin. Allahu Ekber. Yani yanımızda izləm, oturup çay içədi oncayı, uqalog mebellərini qoyub. Yəni burada televizor asıb qoyuşucu üçün rozetkələ taşab ötülgən yan tərəfindən. Şunədə bir çirayət qoyubdular, rəzmirə məyizdə 4'e ufak bir çekelim onu sonra 6 rəzmir, 4'e 6 rəzmir deyil, kuxnya o oturuş üçün möcəlləngən tərəfi. Laminat bolla etərgən, Ataçenta boyla vurulğan, patolog qismi olaraq çırayla düzəltib patologunu özünə Ataçenta vurulğan. Neobычный dizaynda lüstrası asıb bezlə, virtualizm. Yanımızda ölsək yine yan tərəfimiz kuxnyası. Virtualizm ucu 2 etajlı LG firmasını acayip холодильnikləri ucu təyar halatında durubdu. Qaladı şöyle. Duxovkaları, mikrovolnoy peçləri ucu vstroyni halatında taptaza yeni işlətilməyən hüccətlərinə cayında durubdu. Qaladı şöyle. Mebellərin özünə etibar edəslər, sizə neobычный görünüşdə, akrildən həm qımmat olsa gerek, bəlkə akrilin özü yeşil görünüşdə, yeşil rengi görünüşdə, qanları ilə taxta görünüşdə, çıraylı bir-birisinə qoşub durğan. Mebellərinizdən təyar. Bir yan tərəfimizdə həddiyenli gördüyünüz izin. Bir də pasuda yuvuş üçün həddiyenli cayı. Qaz plitələriniz 5 gözlü qaz plitələr bam vstroyni halatında plus vitişkəsinəcə təyar halatında durubdu. Mebellər həm təyar 100%. Gördüyünüz izin çiraylı mebellər edilgən, arkaları ilə belləri kafellərdən çıxarılğan, yəni kəmli 100% təyar halatında. Birimizdən patologunu, kuxnya boluşuna qaramayın. Çıraylı dizaynda işlənən gördüyünüz acayip lüstralarım asılıb təyar halatında durubdu. Plus jalüzi pərdələrimizə hazırki zamanəvi jalüzi pərdələrdən oynatılğan. Gördüyünüz həm birimizdə aynaları panoramni kətdə aynalardan oynatılğan. Bam plus ucu yarıqlıqam güclü boladı. Misal yazlı günüzü aynanı açıb komanda sezəm, skvazden acayip boladı. Ana indi isə qalan xanalarımızla danışıb edəmiz. Birimizə izlə, uyumuzun zal kısmı boladı. Rəzmeri enine 6 metr. Uzunasına kəmildə 11-12 metrlə bayız izlə. Birimizəm şu, indi müninin doğrusu mən özüm görməyəm mən. Laminat polunu, ratsiski oluşun mümkün, başqaça oluşun mümkün. Lakin zorlarında taşalğan ki, öz bərbi yanına gəlsəz bilinə dəri bir nərsə. Devalarımız ramkaya alınğan. Ataçentala. Patolog kısmımız götürəlayızı. Yalagellərə etibar edirsə, yarıqlıqdım zor oladı. Acayip boladı. İki cayda kətdə lüstram oynatılğan. Ondan təşqarı, emində yenə televizorunuz zonaya etibar edirsə. Arka kısımları darakda baytıladı. Yine bu hazırki zaman tələbinə cavab verədi. Axırığı zamana görünüşdə modada televizorla
etibar etinglar, neden katta televizorlar o'rnatilgan. Tayyor taptoza holatında hali foydalanilmagan. Görüp turganlaringizdek chiroyli etib ishlangan. Shuni ko'ring işte. Birimizden misal ertang bir gün bax tarafa chiqaman desangiz ham dinli alohida eshiklar tashlab o'tilgan, işte bu bax taraf qismina chiqish uchun. Bu yon tarafimiz ham ko'rib turganlaringizdek, bu yon tarafdan katta panoramik oynalar qo'yib o'tilgan. Undan tashqari perdalaringiz ham уже tayyor holatında. Bir de registrlar ham o'rnatilgan. Undan tashqari 100% cho'plik polaydi birinchi etajimiz. Plus registrlar ham qo'yilgan. Shuni ko'rinishda zalimiz katta, chiroyli, arzu, havas qiladigan xonadan. Bundan ertaga bir kun misol me'morlar keladigan bo'lsa, erkak kishilar yana o'tib o'tirmaslik sababli bu yonida alohida bir eshik qo'yib o'tilgan. Plus garajimiz ham bor. Domni, ya'ni shu xonadonimiz orqasi qismini o'tib kelsangiz, bu yon tarafida garaj ham bor. Ertaga bir gün maşinamı neyde koyaman da bilmiyorsanız garaj kısmı bayağı din, alohida yani. Bax taraf kısmımızı görüp durursunuzlar. Acayip katta zelyonlu zona üçün mesle kaldırıp, xalasanız da ertaga bir gün batsen o'rnatish mumkin, qurish mumkin yani. Plus letni hojatxonalari vam tayyor 100% tayyor holatında plus cho'pli pollar aytilgan. Hovli joyimizni yine ko'rib turganlaringiz arka kısmından ko'rinishingizda 2 qavatli, yani 600 kvadrat desek misal uyimizni o'zi bir 300 kvadrata kurulgan takdirinde 2 etajını qo'shib hisoblasanızlar 600 metr kvadrat oladi, yani foydali maydoni. Endi bunun foydasi maydoni yo'q, amma ko'rib turganlaringiz foydali maydoni. Misal berayina letni kuxnya uchun mo'ljallangan. Ertaga letni kuxnyalar, barbekü zonasi, qozon, o'joq, mangal hamma narsalarni qo'ysangiz bo'ladi. Ko'rib turganlaringiz bemalol joy, chiroyli etib taxlanib turibdi. Bu yanında garaj kısmı. Endi bundan arayandan gap ko'rsatmaganimiz uchun ming bor uzr so'rayman. Bemalol mashina sig'adi, endi bu narsalar qaramıyorsam chiqib tashladi hammasi. Keling shu letni sanuzuli bilan ham tanishtirib o'tsak. Azizlar, birimiz ham 100% tayyor holatında rakoynalar o'rnatilgan, ayakchilar kafellatilgan, devorlarimiz ham ajoyib chiroyli tuzatilib tayyor holatında turibdi. Shuni ko'rishda, ya'ni tahorat olmoqchi bo'lsangiz ham diniy uchun ham kerakli nelar qo'yilgan. Hovli joyimiz yana shuni ko'rinishda azizlar, toza, zamon talabına javob beradigan. Ko'cha qismida mana ertaga bax tarafa chiqqanda svitsinliklar ham уже tayyor holatında turibdi. Xonadonimizda ban qismidan ham girsa bo'ladi, ya'ni yana aytgan oranda zal qismidan girdik. Bu yanimiz yana batırga yerimiz dalan qismi. Hozir ko'rsatib o'tayım shunda bir dalani, ya'ni yana girib kelgan joyimiz. Undan zala o'tdik. Zalda bir dalanimizda o'tib kelsak, bu yanimizda lesisalarni e'tibor etasizlar. Lesisalarning teyinda svetodiodlar qo'yilgan. Ya'ni girishda lesisangiz yorug' bo'lib turadi, chiqib tushishingizda yiqilib tushmaysiz. Endi bunda ключательlarni e'tibor etasizlar. Har bir narsasini e'tibor etishga egasizlar, chunki kamna bo'lmaydi, xarajat bo'lmaydi. Har bir narsani o'zine yarasha qiyinchiliklari bor. Spalnya, ya'ni kattalarimizni birinchi etajdagi spalnyasi. Ko'rib turibsizlar, dimgin mebellaringiz tayyor holatida. Şkaf mebellaridan ko'rsatib o'ting. Dim chiroyli shkaf mebellari, balandligini e'tibor etasizlar. Uyni o'zi ham baland, shkaf mebellarimiz ham ajoyib, уже 100% tayyor holatida. Birimizda hammasi tayyor desak bo'ladi. Ban qismida yana perdelarni o'rnatilgan, tayyor holatida. Patolog qismi chiroyli svetodiodlar figura berib tashlab o'tilgan, undan tashqari ajoyib bir chiroyli lyustrama asalgan sho'rimizda. Plus her kattalarning spalnyasining ichida yuvinish xonalari bor. Yerimizde yuvinish xonasi, bu yon tarafimizda hojatxonasi alohida. Bu sinam e'tibor etinglar. O'zini alohida 3-4 tane hajatchisi bor azizlar. Bu yonimizda yana sanuzul, hamma aytganimdek cho'plik pol birinchi etajimiz. Kafellarga e'tibor etasizlar. Необычный ko'rinishdagi kafellardan foydalanilgan.
Rakovina kısmımız. Görtüranlarınızın hazırki zamanəvi mebellərdə ornatılған, plus ondan təşqarı kir yuvuş maşinlarınızdakı təyyar halatında. Devallarımız görtüranlarınızın hem biri çıraylı mramor niyəzlə kafelər, addi kafelər emas, mramor kafelərdə ornatılған. Ondan təşqarı görtüranlarınızın aynaları sensorlu, yəni yanıb ölçüb durada onu geçdə sizin bu görəcəksiniz yarınlıqını təminləb bərəvçü. Nəsələn, ondan təşqarı duş kabinetli, yəni görtüranlarınızın aynalar ətilgəyinə görtüranlarınızın razduyucuna eşikli çıraylatıb kətdə genginə. Şimdi görün işte. Ertəyin bir gün izlənmə bu arada yenə bu nəsə qoyamanda sizdə yine su şalankələri çıxarıb ötülgən, ona təşqarı kanalizasiya kuburam təşəb ötülgən. Sanuzulumuz şunu görün işte de kətdəlikən kətdə bu kısımlarına yine dekorativniyyət işlənген. İşte bu şampun, pampun, bu nərsələrin kok qoyuş üçün yine mestaları bax. Elə bu olmasam suvenirlərin kok qoyuşları mümkün olar. Onda les sistemimiz bekar kamaslık üçün ünümlü faydalanıb bu nərsə qoyadınca yətilir. Şimdi görün işte, bunda hacətxanası əlaqədə, yəni taxarat alış üçün əmədliyini unitazları qoyulğan, görtüranlarınızın 100% təyar halatında xanadanımızda izlə su iş qazanları görtürsünlər kətdəsindən qoyulğan Royal firmasını əgər qızıqdıranlarsa bellər kafellər ətilgən yaxımız teyinəcə nasini kaçollarımız bir emas 2 dana, yəni öyümüzü qızdırıb bərəvçü nərsələri 2 dana. Hemen da birisi, hemen da ikincisi. EÇA firmasını birisi, ikisi EÇA firmasını bize. Çünkü görün işte işlerle etibar edinler ne diyen ağır eken, sifətlilik ki, bizi şununla MGS'izle, görseyizle bilin. Ana indi ise hanadanımızı ikinci etajı bilen danışacağız. İzle ikinci etajımızdan çıkıp geldik. Lesisalarının özüne əlaqədar etibar alışları sorayım. Yəni hər bir lesisanız özü azıqı gündə 1 milyondan başlanadı. Dəpə baxada getəvərə daryan. Lüstralara etibar etəsilər. Ne deyən kiraylı. Hazırki zaman tələbinə cavab verədən lüstralarda ornatılған. İlk çətində sikinliklərə ucu ornatılıb təyarlıqda izlə. Yanımızda zalı, yanımızda bir xanası. Bir de bir xanası, bir de bir xanası. Yanında sanuzu. Keyin aytqanım kətdələrin xanasında məddiyini özlərinin şəxsi sanuzudur. Yanında zalda mən minbar uzur, adaşıbman. Bu kətdələrimizin spalniyası, şu kət ötüb gözlədərik. Kətdələrimizin spalniyası. Götürələrinizi əzləyici mebellərini özəm arzan duradon mebelləməz. Ucu matrasına çətəyər. Ortopedически oxşidir. Arkalarından mebellerden işte bu beraber öyünü çiraylılıkla çıray koşuşu için şimdi nərsələr ətilgən. Yan kısmımızda şu birinci etajda spalniyamızda təkrarlıydı. Görtüranlarınızda şkaf mebelləri ucu acayip təyar halatında görtüranlarınızda kətdə şkaf mebelləri ornatılған. Bemalol nərsələrin sığadı. Yan tərəfinə qaracaq, yanımız ucu pərdələrindəki təyar halatında hem birimiz öyümüzdə görgən olsaqda yine laminat kolları şimdi görünüşdə. İkinci etajımıza izlə çıraylı zamanı görünüşte folla verilgenek. Rastgele olmalı. Şimdi içinde ya bayağı etkanımız değil, birinci etaj değil, spalniyamızın tekrarlıydı. Yani içinde yunuş xanası bak. Şimdi görün işte. Deval kısmı, patolog kısmına etibar etəmizə izlə. Patolog kısımlarına çırayla svetodiodla onlardır. Lüstrasına etibar etəsə. Özgəçək görünüşdə lüstralarda onlardır. Şimdi spalniyamızdadır. Kətdələrimiz ikinci etajda spalniyası. Və yanımızda zalımıza edən eşiklərinə etibar edəsilər. Kətdə yeni eşiklə qoyulan, işte bu ertəyin bir gün mebel girizib çıxarışlarınız üçün. Bir də əyalarımız üçün, erkək kişilərimiz üçün ikinci zal. Həstəyi zaldım kətdədir, gördüyünüzlə. Toy bərsi oladı mənim qaranda. Yerimizəm kəməməz, 6 metr bağa, enine əzizdə uzunasına 9 metr bax.
Birimiz hem ramka alıngan, taza zamanı görünüşte remontla etilgen, görüp turanlar izleyin. Ata çentala etilgen deyip alamız. Patolog kısmımızdan çıraylı etip, işlengen iyi ortada çıraylı lüstrası tut. Ondan taşkarı perdeleri ucu tayar. Perde satıp alıp oturmuşuz yine iki cayda. Spitsayin üçün herseler hem koyup ötülge. Ondan taşkarı yine balkona izle yana местоположениесini düşündürdük. Videomuz devamında yine aytıp ötemiz. Birimiz etibar etesle yazgı terasa yani misal çok adam bir de çıkıp oturup kaçelyesinde oturup Kur'an kitabı okuşunu, ili bulmasam başka kitap okuşunu yaxşı görüşü mümkün. Ili bulmasam geçte yata donca yat koyuşu mümkün. Ya ki bulmasam oturup avukatlana donca yatışıyız mümkün. Çünkü anadanımızam Şavat kanalının boyunda beri bir meyin şebede izlediği şamal esit dursa beri bir həzzetip damalayıp oturadan caylayızı. Ana onda giper marketimiz, Avesto, bana geçsek Meşelni Köprü, bana giteden olsak ne oldu bende? Medin İnstitut. Yani Calaluddin Mengibir'de babamızın heykeli caylaşkan cay. Bunda Avesto'nu neyse oturup dem alıp konsert belirleden cayları. Şavat kanalının boyunda da местоположениесі zor görgəliyiz. Birilerimizden çırayla agrajdeniyeli etilgen patolog depeleri. Acayip bastırılan. Şunu görünüşte de izle balkonumuz. Şimdi ise kalan hanalar bilen danışmayacağız. Ben tarafımıza ötsek, yanımızda yenen bir ketteler üçün hana, yani depede 2 tane kettelerimiz üçün hanası var iken, birimize mebelleri, даже tiylerini svetodiodla koyulgan, yurturanlar izleyin, matraslarına taşalgan, perdelerine çasılgan, perdelerine her bir perdenin deyinde izle registrini en zaman ayıkılız, en kımmat xillarına ornatılgan, teyar. Birimizdeki kafeyni svet okşap gitedegin, yani maloçni desegen boladı. Şuna kombinasiya etib, mebelle şunu svet alındı. Yurturanlar bir-birisine kombinasiya etib işlengen ve bu mebelimize yurturanlar kettelerimiz şkaf mebelleri tayar halatında. Patolog kısımlardan çırayla etib işlengen svetodiodla, galagelle, ondan taşkarı neobычный görünüşte illüstra basılgan. Şunu görünüştedir. Yanında azizler общий sanuzulimiz joylashgan ikinci etajda. Yani duş etilgan, plus hojatxona chori o'rnatilgan, rakovinalar, suv ichish qozongacha qo'yib turibdi. Ayakımız teyinden ta patologacha kafelerden ishlab chiqilgan. Yanımızda farzandlarimiz uchun, yani sal kichkinaroq bo'lgan xonasi, детский komnatasi, laminat pol hammamiz ko'rganlaringiz shuni ko'rinishda, молочный цветli kraskalar. Devallarımız, perdeleri tayar haladında, plus registrleri, katalog kısmı çırayla etib işlengan. Sizlere gösterip verecek bu xanadanımız şu edi. Kızıqtıra da olsa, batafsil məlumat üçün ekranda xanadanımızda egesinin telefon nömrələri göstərilgan. Telefonlaşınla, gelinle, üstünde geliş satmasazla xursan olamız. Bahasına toxtalsaq, bahası $350.000 aytıldı. Gələsilə üstündə gəliş falan verirsə. Sağ olun, salamat olun. Bizden güzel işte devam etinle izle. Keyingi video obzorlarımızda görüşürüz.